Müjdeler işləməməkdən aciz qaldığımız kiçik günahların təmizlənməsi haqqındadır. Yoxsa qəsdən bilə istəyə işlənən, edilən böyük günahların alınan bir abdest və ya geometrik olaraq qılınan bir namaz ilə silinməsini gözləmək ancaq bir başqa qəflətdir. Yəni, kiçik günahların əfvi üçündür bu ibadətlər, onları silmək. Yoxsa bilərək böyük günah işləyib, onu digər əməllə siləcək, bu qəflətdir yəni. Allah hər şeyə qadirdir, dilərsə əfv edər. Lakin qula düşən xavf və rəcə, qorxu və ümid arasında qulluqda istiqamətdən ayrılmamaqdır. Yəni, hədis-i şərifdə əl-müslimi beynəl xavfi və rəcə, yəni müsəlman qorxu və ümid arasında olacaq. Bu, o vaxtı ördək tərəzlər olurdu belə. Yəni, kənardan ördəyə oxşuyurdu. O ağzı bir-birinə gələndə daşın boyunda 1 kilo qoyub, boyunda 1 kilo əmtə məmulatı yığanda o gəlib ağız düz gələndə demək 1 kilo oldu. Yəni, eyni. Xavf və rəca eyni olacaq. Bir məscid dolusu insan cənnətə geçəcək, içindən bir nəfər cəhənnəmə geçəcək deyə nida edilsə, sən əndişə hissləməlisən, qorxmalısan ki, o bir nəfər mən ola bilərəm. Və yaxud da bu məscid dolusu hamı cəhənnəmə geçəcək, Allah qorusun, bir nəfər cənnətə geçəcək, onu da ümidləməlisən ki, o mən ola bilərəm. Yəni, ümidlə qorxu eyni olacaq. Biri o dəngə pozulduğu zaman, o zaman işlər pozulur. Ümid çox olanda şıltaqlıq eləyirsən, yəni ibadətlər zadı göz ardı eləyirsən, laqeyd yanaşırsan. Qorxu çox olanda ümidsizlik yaranır ki, bu da müsəlmana yaraşmaz. Yəni, yeis, ümidsizlik halı yaranır. Müsəlman Allahdan ümidini kəsməyəcək. Ayət-i kərimdə buyurulur. Sakın, üzr istəyirəm, sənə yəqin, yəni ölüm gəlincəyə qədər Rəbbinə qulluq et. Və'bud rabbəkə hattə yətiyəkəl yəqin. Yəni, ölüm gəlib sənə çatana qədər Rəbbinə ibadət etdiyi buyurur. Allah Teala Hicr surəsi 99-cu ayətdə. Təminat yox. İmanın son nəfəsə qədər mühafizə edilə biləcəyinin də bir təminatı yoxdur. Quran-ı Kərim bu xüsusda Qarun və Bəlam bin Bəura misallarını verir. Yəni, son nəfəsə qədər imanı yaşayıb, Allah qorusun, son anda ayağı sürüşüb həlak olanlar var. Musa Aleyhisselamın əsabındandır, yanındakilərdən də Qarun. Tövratı ən yaxşı bilənlərdəndir. Amma sonunda zəkat istənildi. Nə oldu? Siz xaric istəyirsiniz deyib, zəkatı inkar elədi. Hətta Musa Aleyhisselama iftira belə elədi. Qarun ki, səltənətdə o qədər, o mal dövləti o qədər ki, onun xəzinələrinin açarlarını əlində daşımaq üçün böyük bir topluluq, yəni, açarlar o qədər çoxdur, yəni, xəzinələr çoxdur. Simya elmi verilmişdi, qumu oxuyurdu, qızıla çevirirdi, yəni, bu qədər çox idi, yəni, xəzinəsi. Amma dünən Qarunun yerində olmaq istəyənlər, Qarun o səltənəti ilə, xəzinələri ilə, ambarları dolusu, mal dövləti ilə yerin dibinə batdığı zaman Allah onu yerə batırdı. Səhərsi günü dedilər ki, Allah bizi nə qədər lütf eləyib yəni. Yəni, neymət deyəndə mürtət olmamaq lazım. Zəkatı vermək lazım. Yəni, səndən istənən nəsə onu yerinə yetirmək lazım. Qarun zamanında təqvalı bir kişi idi. Tövratı ən yaxşı təfsir edənlərdən biri idi. Fəqət imtihan olaraq sahib olduğu sərvətin sərxoşu oldu. Allahın verdiyi malı özünə izafə etdi. Ayağı sürüşdü, getdi və sərvəti ilə bərabər yerin dibinə keçdi. Bəlam bin Bəura da mənəviyyatda çox dərəcə qazanmışdı. Rəvayətlərə görə İsmi Azama nail olmuşdur. Duaları qəbul olurdu. Fəqət nəfsinə meyl etdi, həvasına uydu. Elə çaşqın və batil bir yola sapdı ki, Quran-ı Kərim onun halını, dilini çıxarıb, dilini sallayan, solayan, ləhləyən bir it mənzərəsi ilə tərif etdi. Yəni, ona görə Allah qorusun. Yəni, Allah axır aqibətimizi həqiqətən xeyirləsin. Yəni, çayda görürsən ki, bəzən ilan üzənlər sonunda balıq olur, balıq üzənlər sonunda ilan olur. Allah qorusun. Adamın birisi ustadına, müəlliminə deyir ki, əfəndim, eşitmişəm siz İsmi Azamı bilirsiniz. Mənə də İsmi Azamı öyrətsəz. Deyir ki, olar evladım, sən öncə bir mən tapşırımı yerinə yetir.
Get meşənin girəcəyində bir kolluğa gizlən, nə görsən gəlməyə anlat. Gözlüyü görür ki, bir yaşlı adam belində odun qırıb, odun gətirir. Gəlib çatanda gənc dəliqanlı birisi bu yaşlı adama bir badalaq verir, yıxır, bir qapaz təpik vurub, odunu əlindən alıb gedir. Bu da baxır belə əcayib. Müəlliminin sözünü də əməlləmək üçün müdaxilə eləmir. Gəlir, deyir ki, nə oldu? Deyir, belə-belə bir şey gördüm. Deyir, sən o ağsaqqalın yerinə olsaydın, İsmi Azamı bilsəydin, nə qayırardın? Deyir, nə qarasıyam ki, İsmi Azamı oxuyardım, ona bəddua elərdim, qırqıcı olub qalsın, əli qolu, kütür olsun, nə şilli olsun, filan olsun. Deyir ki, evladım, mən İsmi Azamı o ağsaqqaldan öyrənmişəm. Yəni, nəfsini kimya eləmədən simya elmi lütf edilmir, yəni insana. Öncə nəfsi kimya eləmək lazım, nəfsi təmizləmək lazım. Sən deyir, ağsaqqalın yerinə olsaydı, nə qayırardın? Deyir ki, bəddua elərdim, qol qıçı qurusun. Mən deyir, o İsmi Azamı o ağsaqqaldan öyrənmişəm. Yəni, sənlik deyil bala bu İsmi Azam məsələsi. Ona görə, yəni İsmi Azam bilib də sonra nə olanlar olur. Demək ki, qul ibadətlərdə, itaətdə daima qeyrətini artıracaq. Fəqət hər zaman Cənab-ı Haqqa iltica halında olacaq, yalvaracaq. Peyğəmbər Efendimiz sallallahu aleyhi ve sellemin qızına və xalasına belə bu təlimatlarda bulunduğunu heç unutmayacaq. Ey Resulullah Muhammedin qızı Fatima, ey xalam Safiyə, Allah qatında məqbul əməllər edin. Mənim Peyğəmbər olduğuma güvənməyin, çünki mən qulluq etmədiyiniz təqdirdə sizi Allahın qəzəbindən qurtara bilmərəm. Rəvahı Buxari, Müslim. Yəni, mən filankəs babanın nəvəsiyəm, mən filankəs şeyxin oğluyam, filanam feçməkənəm, bu insanı qutarmır yəni. Bu insanı qutarmır. Sən özün nəsən, nə iş görürsən, ona baxacaq Allah. Yəni, əməli önə keçirtmədiyi insanı nəsəbi önə keçirtmir. İnsanı əgər əməli önə keçirtmirsə, onun nəsəbi, şeyxi, babası, nəvəsi, nəsə, bir dəfə Osman Əfəndimizə sual verdilər, dedilər ki, əfəndim, deyirlər ki, ahirətdə mürşidim məni qurtaracaq. Harada yazılmışdır? Mürşid öncə özünü qutarsın deyir. Yəni, mürşid öncə özünü qurtarsın deyir. Allah-u Teala bizlərin axir aqibətini xeyir eləsin. Allah oxuduğumuzun təsirini xalq eləsin. Söhbətimizin qəbulü üçün Allah rızası üçün Əl-Fatiha. İnşallah